2014-cü ildə Villarreal Barcelona maçı zamanı qeyri-adi və təsirli bir an yaşandı. Dani Alves künc zərbəsini yerinə keçərkən azərkeşlərdən biri ona banan atdı. Bu açıq-aşkar irqçi bir jest idi. Ancaq Alves heç gözlənilməz bir reaksiya verdi. Bananı götürüb soydu və oradaca yeyərək künc zərbəsini yerinə yetirdi. Stadionda olanlar və canlı yayıma baxan milyonlarla insan bu səhnədən şok oldu. Alves'in bu jesti irqçiliyə qarşı simvolik müqavimət kimi tarixə düşdü. Hadisədən sonra bir çox futbolçu bananla şəkil paylaşaraq Alves'ə dəstək oldu. We Are All Monkeys adlı sosial kampaniya dünyada geniş yayılmağa başladı. Hətta Neymar, Agüero, Suarez kimi ulduzlar da aksiyaya qoşuldu. Bu hadisə futbol dünyasında irqçiliklə mübarizənin önəmli simvollarından birini çevrildi. O gündən sonra stadionlarda bu cür jestlərə qarşı daha ciddi tədbirlər görülməyə başlandı.